Bugün mövzumuz sədəf boyasıdır və sədəf boyası nədir? Hansı hallarda istifadə olunur, harada istifadə olunur, necə tətbiq olunur? Bu və ya digər suallara aydınlıq gətirməyə çalışacağıq. Odur ki, MT İnşaatda bu boya mütəxəssisimiz, bizim dekoratorumuz Elgün bəy bizim suallarımızı cavablandıracaq. Elgün bəy, hər vaxtınız xeyirli olsun, əlinizi sıxım, xoş gəlib, səfalara gətirmişsiniz. Və biz əslində sədəf boyanın adını tez-tez eşidirik. Ancaq əslində sədəf boyası nədir? Tam olaraq təfərrüatları ilə dostlara, tamaşaçılarımıza açıqlama verək ki, onlar da sədəf boyasını daha yaxından tanıyaraq müraciət etsinlər. Sədəf boyası ümumiyyətlə dekorativ boyaların bir növüdür. Dekorativ deyəndə başda gedən sədəf boyadır. Sədəf boya bütün evlərdə istifadə oluna bilən aboy əvəzi, divar kağızını əvəz edir. Hətta ömrünü 10 il, 20 il uzadır. Həm parlaqlığını saxlayır, həm müxtəlif rənglərdən ibarət olur və hətta müştəri istədiyi naxşı, istədiyi fakturanı trafaret üzərindən də əldə edə bilir. Yəni, bu sadəcə olaraq bunun özəlliyi, ilk özəlliyi odur ki, bu su tərkiblidir. Yəni, ziyanlığı, heç bir ziyanlığı yoxdur. İstəyir evdə uşaq olsun, qoca olsun, fərqi yoxdur. Təbii ki, elm texnologiya günü-gündən inkişaf etdikcə ən müasir laklardan, boyalardan, nələrdənsə istifadə edilir ki, bunlardan biri də məsələ sədəf boyasıdır. Və tamaşaçılar da tez-tez bu sualı ünvanlandırırlar ki, sədəf boyaları mənzilimizdə harada istifadə olunur? Yəni, içdə yoxsa çöldə daha məqsədə uyğundur? Əlbəttə ki, ən çox istifadə olunan daxili məkanlarda istifadə olunur. Yataq otağı, qonaq otağı, koridorlarda. Yəni, o sadəcə olaraq başqa bir mövzudur. Bunun dərinlikləri biraz çoxdur. Çünki ondan ötürü istehsalçı tərəfindən buna müəyyən məhsullara qarantiya verilməlidir. Günəş şüasına görə, yağışına görə, marozuna görə. Amma daxili məkanlarda mənzildir, obyektdir, fərqi yoxdur, ofislərdir. Yəni, ən çox da ofislərdə tətbiq olunur. Nəyə görə buna üstünlük verilir? Divar kağızı kimi deyil. Ha vaxt harasa zədələnəndə, cızılanda və yaxud da hansısa bir iş gedəndə onu o formada aradan qaldırıb onu qüsursuz şəkildə həmən o şikəst olan hissəni aradan qaldırmaq olur. Yəni, aboy kimi bu cırıldı, gedək başqa bir aboy alaq, gətirək həmin aboydan biz tapırıq söhbəti yoxdur. Sadəcə olaraq o problemləri aradan qaldırmaq olur. Gözəllik olaraq da həqiqətən də tam bu fərqli bir gözəllikdir. Bunu bilənlər bilir. Bilməyənlərə də məsləhət görür ki, bunu istifadə eləsinlər, bilsinlər, görsünlər ki, bunun gözəlliyi tam başqa bir şeydir. Elgün bəy, Azərbaycanımızda bu işi görən mütəxəssislər yetərincə varmı? Bilirəm ki, burada bir rəssam işinin də olması düşünürəm ki, vacibdir və xüsusi fırçalardan da istifadə olunur. Bu barədə də dostlara məlumat verir. Yəni, hər usta bu boyadan istifadə eləyə bilərmi? Yəni, mən ustayam, illərin malyarıyam, belə deyək. Mən sədəf boyasını sizin mənzildə rahat şəkildə istifadə eləyəcəm deyə bir şey varmı? Yox, deyərdim ki, yox. Çünki bunun alətlərini başa düşdük ki, hər bir dekorativin xüsusi alətləri olur. Sədəfin özünün alətləri olur, klassik məxməri sədəfin öz xüsusi aləti olur, qumlu sədəflərin tam xüsusi şotkaları olur. Bunu adi məsəl üçün götürüb kraska şotkası ilə sən yaxa bilərsən divara. Amma müştəri o effekti ala bilməyəcək səndən. Gəlib burada vitrində gördüyü o gözəlliyi səndən ala bilməyəcək. Buna usta olaraq, necə deyim, siz bunu tətbiq edə bilirsiniz, amma burada praktika böyük şərtdir. Çox böyük şərtdir. Yəni, ilk dəfədən mən götürüm bunu vurum, bu yalan söhbətdir. Maraqlıdır. Sədəf boyası seçərkən ələxüsus nələrə diqqət etmək lazımdır və yaxud da müştərinin seçimi budursa, onu bu divara, bu mənzilə, bu görüntüyə, bu yox, bu daha gözəl ola bilər, sizin ümumi evinizin gözəlliyini tamamlaya bilər deyə məsləhətlər yəqin ki, verirsiniz. Sədəf boya istifadə olunur, divar mütləq şəkildə düz olmalıdır, hamar olmalıdır. Mənzilin malyarı tərəfindən axırıncı finişini sloy üzdükdən çıxmalıdır. Çünki sədəf boyanı orada mükəmməl şəkildə əldə edə bilərsən. Divarda cızıqlar, parçalar olduğu halda sədəf boya onu gözəlliyini itirə bilir və o müəyyən qüsurları üzə çıxardır. Çünki çox incə bir şeydir. İşıq böyük şərtdir. Müştəri o gözəlliyi əldə eləmək istəyirsə, işıqlanma mütləq şəkildə yüksək olmalıdır. Çünki bunun sədəf boyanın xüsusiyyəti bilirsiniz də, hər tərəfdən fərqli bir şəkildə görülür. Hər formada bu tərəfdən parlaq, bu tərəfdən matıvi, məxməri variantında da məxməri gedir. Bu formada olunur. İşıq şərtdir, divarın düz olmağı şərtdir. Mütəxəssis usta ən böyük şərtdir ki, onu müştəriyə gözəl şəkildə təhvil verə bilsin. Bugünkü günü xam bir insan sədəf boyanı eşidib istifadə eləməyən bir insan gedib mənzildə onu müştəriyə tətbiq edəndə
Siz fikirləşin ki, konkret olaraq müştəri sədəf boyanı ağlından çıxardır. Müştərinin bütün ətrafı, qohum-əqrabaları sədəf boyanı eşidib istəyirdisə belə ağlından çıxardır. Çünki biz reklamlara inanmışıq, heç də bu belə deyil. Yəni bu nəyə görə? Çünki yəni mütəxəssis olmayan bir usta tərəfindən tətbiq olunub. Mən belə başa düşdüm ki, mütləq şəkildə bir dekoratorla bir işıqçı müştəriyə işləməlidir ki, həm işıq effektlərinin olması, həm divarda gözəlliyin yaradılması tam olaraq bir ahəng təşkil etsin ki, ev sahibi də bu gözəlliyi görə bilsin. Və bu yəni burada sədəf boyasında gözəlliyi görməsən, tam olaraq peşman olacaqsan. Yəni onun üçün də peşəkar mütəxəssis lazımdır. Mütləq şəkildə lazımdır. Bu yəni bu işıqlanma da şərtdir, düzdür. Müəyyən burada fakturalar var ki, sədəf boyanın özündə, yəni işıq olmadan başqa bir gözəllik verir. Başqa bir forma verir. Sadəcə olaraq müştəri onu işıq belə deyək də kataloqlarda işıq görünüşündə gəlib bəyənib istəyirsə, o evdə mütləq şəkildə o formada ona təhvil verilməlidir. Çünki digər görünüşü ola bilər ki, müştəri onu bəyənməyə. Gözəldir, sadəcə müştəri istədiyi, gözlədiyi həmən o parlaqlıq idi və o parlaqlığı ala bilmir. Çünki niyə? İşıqlanmada problem var. Elgün bəy, sonuncu sualımı ünvanlayım. Əl vurmadan, heç bir cızıq falan olmadan bir sədəf boyası bir divarda neçə müddət qalınmıyor? Ümumiyyətlə, yəni ona əldə vurula bilər, problem yoxdur. Cızıq götürmək ehtimalı demək olar ki, yəni 80% təhlükəsizdir. Çünki yəni o qədər bərk bir materialdır ki bu, elə bir mayedir ki bu. Yəni bunu istədiyim ki, mən cızım, töküm və yaxud da uşaq və yaxud da müəyyən evlərdə pişik saxlanılır, it saxlanılır. Yəni bu cırmaqlara davamlı, bu hamısına çox davamlıdır. Suya da davamlıdır, nəminə də davamlıdır. Uşaq olan evdə vəbşə çox rahatdır, konkret olaraq. Hətta mətbəxdə belə yemək ləkəsi, yağ ləkəsi olduğunda, yəni yuyulub silinib təmizlənə bilir. Yəni konkret olaraq, yəni bu cırıldı, töküldüsə ola bilər. Yəni güclü bir şəkildə hansısa bir udar zərbə olar. Zərbə olar, otaqdan otağa mebel keçirdərsiniz. Onu da bir yax vurğuladığım kimi aradan qaldırmaq olur. Ondan ötürü bütün evi təmirə verməyə ehtiyac yoxdur. Həmin zədələnən divarda zədələnən hissəni həmin materialın özü ilə də yəni abrabotka olunur. Tam olaraq heç nə olmamış kimi düzəlir, təhvil verilir. Əvvəlki vəziyyətinə qayıdılır. Əvvəlki vəziyyətinə qayıdılır və bunun əsnavnoy gözəlliyi də budur. Bir daha tamaşaçılara məlumat verir ki, ekoloji çox təmizdir. Yəni evdə körpə uşaqlar olanda adətən biz divar kağızlarından müəyyən nələrdənsə istifadə edirik, amma sədəf boyalar tam olaraq ekoloji təmizdir. Odur ki, uşaqlar əllərini də vura bilərlər, ağızlarını da vura bilərlər. Yəni burada heç bir kimyəvi, yəni fəsad yaranmayacaq orqanizmdə bildiyim qədərilə. Bəli, hətta divar kağızı vurduqda onun kleyi qurumamış 2 gün, 3 gün o otaqda yatmaq məsləhət görülmür. Amma dekorativ boyalarda bu da yoxdur. Bu günlərin bunu divara tətbiq elədin, müştərinin evində yaşayış varsa, yəni rahatçılıqla bircə günün qurumaq ehtimalına görə, o da sadəcə başqa heç nəyə görə yox. Bircə gün bəs eləyir ki, sən o otaqda rahat yatasan, o otaqdan istifadə eləyəsən, o evdə yaşayasan. Siz də divarlarınızı parıldatmaq istəyirsinizsə, bunu sədəf boyaları ilə edə bilərsiniz. MRT İnşaat, birlikdə tikək.